Rəhman və Rəhim olan Allahın adıyla, Allahın salamı, rəhməti və bərəkəti olsun hamınıza. Növbəti dəfə Kanal 12 ekranlarında görüşünüzə gəldik. Peyğəmbər Əkrəmin həyatı ilə bağlı söhbətimizə davam edirik. Keçən verilişimizdə ərz elədik ki, Peyğəmbər Əkrəmin vida həcci ərəfəsindən başlayaraq, xüsusilə ömrünün son günlərinə qədər davam edən bir nigarançılığı var idi və bu nigarançılıq, narahatçılıq həm Quran-ı Kərimin nazil olan son ayələrində Peyğəmbərə gələn son 2 vəhiydən və Peyğəmbər Əkrəmin hətta yataqda olduğu vaxta qədər, zamana qədər narahat eləyən bir məsələ idi. Yəni bu nigarançılıq Peyğəmbər Əkrəmin ömrünün sonuna qədər davam elədi və inşallah gələcəkdə deyəcək ki, çox təəssüf ki, onun nigarançılığı hansı məsələdən idisə, elə o məsələ çox təəssüf olsun ki, əksəriyyət tərəfindən həll olunmadan da qaldı. Quran-ı Kərimin bir ayəsinə işarə etmişdik. Həmin o ayə bir daha təkrar edirik. Maidə surəsinin 67-ci ayəsi buyurulur: Ya eyyuhər rəsul, bəlləğ ma unzilə iləykə min rəbbik və in ləm təfəl fəma bəlləğtə risalətəhu. Ey Rəsul, sənə çatdırılanı, sənə təbliğ olunanı, sənə nazil olunanı Allahın tərəfindən sənə nazil olanı insanlara çatdır və əgər bunu etməsən, yəni əgər bu təbliği etməsən, risalətini tamamlamamış, risalətini həyata keçirməmiş olursan və vallahu ya'simukə minən nas. Allah təbarək və təala səni ehtiyatlandığın və ya həmin o insanlar ki, onların şərrindən sən nəzərindədir. Allah səni insanlardan qoruyacaq, həmin o insanların şərrindən qoruyacaq və sənin ehtiyatlanmağına görə Allah təbarək və təala səni qoruyacaq. Yəni burada bir qorunma var. Bu ayə-i şərifə məşhur ayələrdəndir ki, biz ərz elədik ki, Peyğəmbər Əkrəmin nigarançılığı digər məsələlərdən deyildi və həmin o məsələlər indi artıq burada sadalamırıq, öz həllini artıq 23 il zamanında Peyğəmbər Əkrəmin gətirdiyi İslam, qurduğu İslam və möhkəmləndirdiyi İslam dini və onun müsəlmanları tərəfindən çox asanlıqla, rahatlıqla xilafət tərəfindən, xilafətdə olan o proseslər və struktur tərəfindən çox rahatca həll olunurdu. Ancaq bəzi məsələlər ki vardı, Peyğəmbər Əkrəm onun sonradan, yəni şəriət hökmləri ki, sonradan Peyğəmbər Əkrəm onları açıqlayırdı. Peyğəmbərdən sonra da şəriət məsələlərində bir narahatçılıq yox idi və onlar mərhələli şəkildə açıqlanırdı və açıqlanacaqdı da. Baxın, burada qısa bu barədə danışmağın yeri var. İnsanlara bütün dinlər əslində bu cür olub. Dinlərin, təvhid dinlərini, baxın Allah təbarək və təala Adəm Peyğəmbərdən bugünə qədər səmavi dinlər göndərib və həmin səmavi dinlər əslində elə bir dindir. Yəni hamı təvhid dinidir. Allah bir din göndərib yer üzünə. Sadəcə müxtəlif zamanlarda Nuh, İbrahim, Musa, İsa Peyğəmbərlər və sonuncu Peyğəmbər də Ulul Əzm Peyğəmbər Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin vasitəsilə Allah 5 din göndərib. Əslində bunlar elə bir dindir. Yəni bunlar hamısı təvhid dinidir, təkallahlıq dinidir, müvəhhidlik dinidir. Bir Allahdan gəlib və Allahın göndərdiyi Peyğəmbərlər vasitəsilə gəlib. Sadəcə insanların düşüncələrinə, idraklarına, təfəkkürlərinə, dərk etmələrinə uyğun göndərilib. Zaman-zamanda əgər dinlər aradan gedibsə, düzdür, insanlar səy eləyiblər, insanlar dinini təhrif eləsinlər. Amma dinlərin əslində aradan gedməsinin əsas səbəbi o olub ki, həmin din artıq insanların ehtiyaclarını ödəyə bilmirdi. İnsanlar inkişaf eləmişdi, təfəkkürləri, düşüncələri inkişaf eləyirdi. O din onları artıq qane eləmirdi. Yəni Allah təbarək və təala insanın idrakından artıq ondan heç nə tələb eləmir və din də göndərəndə həmin insanın düşüncəsinə, idrakına uyğun göndərir və Allah
göstərdiyi yolda ona uyğundur. Sonuncu din isə təbii ki, elə bir dindir ki, qiyamət gününə qədər, yəni insanlar artıq bir səviyyəyə çatmışdılar ki, bu din qiyamət gününə qədər onlara kifayət edəcək bir din idi. Yəni, necə dinlər mərhələli şəkildə və insanların təfəkkürünə, düşüncəsinə, daha çox dərkinə, idrakına uyğun göndərilirsə, eyni zamanda şəriətin hökmləri də o cür insanlara açıqlanır. Baxın, mən keçən dəfə də ərz edim. Peyğəmbər Əkrəm o hindiki bəzi ruhanilər kimi deyir ki, elə bildiyini çıxsın minbərə bir gündə hamını cəmaata düşsün. O indi olur belə. O bizim insanlarımız arasındadır. Bəzi ruhanilər, bəzi ilahiyyatçılardır ki, istəyir elə nə bilirsə hamısını bir moizədə, bir söhbətdə insanlara çatdırsın. Peyğəmbər Əkrəm heç vaxt belə eləməyib. Peyğəmbər Əkrəm mərhələli şəkildə insanlara yanaşıb, mərhələli şəkildə dini çatdırıb, düşüncələri qavraya biləcək qədər çatdırıb. Yəni, bir var insan ümumiyyətlə məsələni dərk edə bilmir. O məsələ sözsüzdür ki, qalırdı və növbəti mərhələdə, növbəti etapda bir neçə müddətdən sonra deyilirdi. Amma bəzən insan yox, dərk etmə potensialı var və o potensial formalaşıbsa ona hökmdə deyilirdi. İndi ona əməl edəcək, əməl etməyəcək artıq onun öz işidir. Amma elə deyildi ki, bir insan dərk etmədiyi bir məsələni şəriət ona desin. Xeyr, dərk etmə potensialı formalaşandan sonra Allah təbarək və Teala izni verir Peyğəmbərə ki, şəriətin o məsələsini ona desin. Yəni, bu baxımdan Peyğəmbər Əkrəm öz işini qurmuşdu, həm şəriəti mərhələli şəkildə deyirdi, həm də özündən sonra bu şəriəti deyənləri müəyyən eləmişdi. Yəni, şəriət hökmləri məsələsinin nigarançılığını çəkmirdi. Peyğəmbər Əkrəmin nigarançılığı dinin sütunu məsələlərindən idi, dinin kökü məsələsi idi, əqidə məsələsi idi. O ki, din onun üzərində dayanır. Bax, narahatçılığı da Peyğəmbərin ona görə idi ki, baxmayaraq ki, insanlar dərk etmə potensialları var bu məsələni, eyni zamanda cəmiyyətdə olan sadəlövhlük, cahillik və sözsüzdür ki, münafiqlərin fitnəsi. Baxın, bu daim Peyğəmbər Əkrəmin narahat olub. Bəlkə də ki, mən deyərdim, yeganə məsələ ki, Peyğəmbər Əkrəm nə qədər tövsiyə eləsə də müsəlmanlar bugünə qədər o vəziyyətdən çıxa bilməyiblər, o cahillikdir. Cahilliyin ardınca fanatizm gəlir, cahilliyin ardınca qara güruhçuluq gəlir. Ona görə Peyğəmbər Əkrəm elmə, düşüncəyə, təfəkkürə daha çox önəm verirdi və Qur'an-ı Kərimin ayələrindən sözsüz ki, bu qaynaqlanırdı və Qur'an-ı Kərimdə də bu var. Xülasə-i kəlam, Peyğəmbər Əkrəm şəriət məsələsi narahatçılığı deyildi Peyğəmbərinki. Dinin sütunu məsələsi idi ki, artıq sonuncu mərhələdə binanı elə bil ki, tikib qutarıb, sonuncu daşı yerinə qoymalıdır ki, möhkəmlənsin və onunla dinin payələri möhkəm qalsın. Peyğəmbər Əkrəm bu məsələdən narahatçılığı vardı və ehtiyatlanırdı ki, insanların cahilliyi, insanların bəzilərinin məsələyə ciddi yanaşmaması, Peyğəmbər Əkrəmin ətrafında və bütövlükdə xilafətdə olan münafiqlər ki, daim fürsət gözləyirdilər ki, ara qarışdırsınlar. Onların fitnəsi Peyğəmbər Əkrəmi narahat edirdi və Peyğəmbər narahat idi ki, dinin ümdə məsələsi, həmin o sütun məsələsi yerdə nauzubillah qala bilər və yaxud da ki, tam riayət olunmaz. Peyğəmbər Əkrəm Ərəfə günündə etdiyi xütbəsində bu məsələyə yer vermədi, amma Peyğəmbər Əkrəm bu məsələyə çox yaxınlaşdı. Belə demək olar ki, Ərəfə xütbəsi Peyğəmbər Əkrəmin Qədirxum xütbəsinə bir hazırlıq məsələsi idi, hazırlıq xütbəsi idi və Peyğəmbər Əkrəmin sonuncu xütbələri ümumiyyətlə hamısı təqribən olar ki, yaxın mənalarda olan xütbələrdir və Peyğəmbər Əkrəm biz ancaq ehtimallar verə bilərik ki, niyə görə Qədirxumda dediyi məsələni Əli əleyhissalamın Allahın vəlisi olması məsələsini, mən kuntu mövla fəhaza əliyyün mövla xitabını Ərəfə xütbəsində niyə söyləmədi? Biz ehtimallar veririk. Bir məsələ budur ki, Peyğəmbər elə əməlli başı doğrudan da ehtiyat elədi və ehtiyat elədi ki, orada etirazlar olar. Yəni, o insanlar ki, ərz eləmişdik, Peyğəmbərə əziyyət eləyirlər və keçən dəfələrdə ərz elədi ki, fiqhi məsələndə də Peyğəmbərə etiraz eləmişlər. Etiraz eləyənlərin etirazından ehtiyatlandı və bu əsli məsələnin zəif icra olunacağı və ya əməl olunmayacağı ehtiyatlanırdı və demək bu mənada insanlardan ehtiyat
eləyirdi. Təbiidir ki, nə üçün bir ehtimal bu ola bilər Ərəfə günündə söyləmədi. Bir ehtimal budur ki, Ərəfə günündə buna bir hazırlıq xutbəsi elədi. Hər halda Məkkənin çıxışında artıq əməllər qutarandan sonra ki, bir əlbəttə ehtimal da budur ki, Peyğəmbər Əkrəm o vacibi əməllərin içərisində bu məsələni demədi ki, daha çox insanlar vacibi əməllərini, həccin vacibi əməlləri ki, ayın 9-undan başlayır Zilhiccə ayının ona təmərküzləşdikləri üçün bu məsələni də onun yanında demədi və saxladı ki, bunu həccdən ayrılandan sonra, həcc tamamlanandan sonra olsun. Əlbəttə bunlar hamısı ehtimallardır. Peyğəmbər Əkrəm Məkkədən çıxandan sonra hələ ki, hamı Peyğəmbərlə birgə Məkkədən çıxırdı. Bax, həmin o ərəfədə 100 mindən yuxarı hacı bahəm Peyğəmbər Əkrəmin yanında Məkkədən xaric olanda Peyğəmbər Əkrəmə vəhiy gəldi və vəhiy həmin bu ayə idi ki, zahirən Qur'anın sonuncu ayəsidir, sonuncu ayəsindən, yəni sonuncu 2 ayəsidir, sonuncu ayəsindən öncəki ayədir və Peyğəmbər Əkrəmə ayə-i şərifə qəti şərt qoydu ki, artıq vaxt yoxdur və yaxud da ki, Peyğəmbərə bunun son fürsət olduğunu xatırlatdı ki, bir daha bu insanları bir yerdə görə bilməyəcəksən və yaxud da ki, artıq bunu uzatmağın imkanı yoxdur və fürsətin yetişdiyini və zamanın yetişdiyini Peyğəmbər Əkrəmə bu ayə xatırladır və xatırladır. Əgər o ayənin o hissəsinə diqqət eləsək ki, risalətini tamamlamamısan, Peyğəmbərlik missiyanını tam həyata keçirməmisən və Allah səni insanların ehtimal verilən şərrindən qoruyacaq, bunun mənası elə həmin o məsələnin əhəmiyyətidir ki, deməli bu sırf olaraq İslam dininin sütun təməl məsələlərindən idi ki, Qədirxum hadisəsində Peyğəmbər Əkrəmin nə məsələ olduğunu geniş şəkildə açıqladı. Baxın, Peyğəmbər Əkrəm bu ayədən sonra Qədirxum məntəqəsinə çatanda orada böyük oturaq elan elədi, irəli gedənləri geri çağırdı, arxada qalanların gəlib çatmasını gözlədi və məlum Qədirxum hadisəsi baş verdi ki, o həmin Qədirxumdakı Peyğəmbər Əkrəmin xutbəsinin canı bütün o deyilənlərlə yanaşı əslində orada Peyğəmbərin Qədirxum xutbəsi Ərəfə günü xutbəsinə çox yaxındır. Peyğəmbərin ümumiyyətlə orada dediyi sözlərin demək olar ki, hamısını Peyğəmbər xatırladırdı növbəti dəfə olaraq. Yeganə Qədirxumda yeni bir məsələ ki, Peyğəmbər Əkrəm gündəmə gətirdi, Allahın əmri kimi, göstərişi kimi insanlara çatdırdı. Əli əleyhissalamın, Allahın vəlisi, Əli əleyhissalamın Peyğəmbərin vəsisi, canişini olması məsələsi idi ki, onu da Peyğəmbər Əkrəm Qədirxumda elan edir. Yəni, Qədirxum xutbəsinin canı Əli əleyhissalamı özündən sonra canişinliyə, xilafətin rəhbərliyinə, təkcə xilafət yox, bütövlükdə Peyğəmbərdən sonra vəsi olmasına və eyni zamanda Allahın vəlisi olmasına bir işarə idi ki, o xutbə haqqında və bu Quran-ı Kərimin bu və digər son 2 ayəsi haqqında, yəni bu ayə və bundan sonraki ayə haqqında çox geniş danışmayacağıq. Sadəcə qısa olaraq Qədirxum haqqında bir neçə kəlmə ilə bu mövzunu bitiririk. Bizim məqsədimiz bu idi ki, Peyğəmbərin ömrünün sonlarında bir nigarançılığı vardı və o nigarançılıq İslamın təməl məsələsi idi, Peyğəmbərdən sonraki canişini məsələsi idi, vəsisi məsələsi idi və eyni zamanda xilafətin rəhbərliyi məsələsi idi ki, bu ciddi məsələ idi. İnşallah qısa buna da işarə eləyib, bununla da bu mövzunu bağlayırıq. Əsas Peyğəmbərin nigarançılığı nədir və nigarançılıq sona qədər davam elədi. İnşallah onu da gələn verilişlərdə danışacağıq. Qədirxum haqqında qısa olaraq bunu deyə bilərik ki, həmin o ayə-i şərifə nazil olandan sonra Peyğəmbər Əkrəm qısa bir zamanda yol ayrıcına çatdı. Həmin o yoldan ki, insanlar artıq hacılar oradan ayrılırdılar. Yəmənə gedənlər, Mədinəyə gedənlər, Misrə gedənlər, İraqa gedənlər və s. Yəni bütün istiqamətlərə gedən insanlar hərəsi bir tərəfə oradan dağılışırdı. Bəzisi bir müddət bir yerdə gedirdilər, sonra ayrılırlar. Ələyyühal Peyğəmbər sonuncu yol ayrıcına, yəni Qədirxum məntəqəsinə çatanda məruf Qədirxum hadisəsi baş verdi. Qədirxum hadisəsi
o hadisələrdəndir ki, onun Quran-ı Kərimdə ərz elədiyim bir ayə, əvvəldə ərz elədiyim bir ayədə indi ərz eləyəcəyim, yəni ayəsi də var, çoxlu o barədə rəvayətlər də var və tarixçilərin əsərində də öz əksini tapıb. Peyğəmbər həmin Qədirxum məntəqəsinə çatanda irəli gedənləri geri çağırtdırdı, arxada qalanları gözlədi ki, gəlib Peyğəmbərə çatsınlar, minbər qurdurdu və məşhur xutbəsini söylədi və ərz edədiyim kimi həmin xutbə bir xatırlatma idi. Orada yeni mövzu isə mən kuntu mövlah və haza əliyyün mövlah xitabı oldu və ona bağlı çıxışları oldu ki, yəni cümlələri oldu ki, Peyğəmbər Əkrəmin əsasən o xutbədə özündən sonraki canişinini təyin elədi və Peyğəmbər Əkrəm bu xutbəsindən sonra Əli əleyhissalamın yanına çağırıb, əlindən tutub qaldırıb, mən kuntu mövlah və haza əliyyün mövlah, mən hər kimin mövlası, rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir deməsi ilə həmin o missiyanı həyata keçirtdi və növbəti ayə, yəni Maidə 3-cü ayə, Maidə surəsinin 3-cü ayəsində olan hissə, yəni cümlə bəlli edir ki, o hadisə Peyğəmbərin nigarançılığı olduğu məsələnin hadisəsi idi. Yəni Peyğəmbər Əkrəmin nigarançılığı elə həmin o Əli əleyhissalamı özündən sonra canişin təyin etməsindən idi ki, birdən insanlar buna qəbul etməzlər və yaxud da ki, Peyğəmbərin sözü yerə düşər. Əslində Peyğəmbərin elə nigarançılığının yeri var idi, çünki orada Əli əleyhissalamı təbrik eləyənlər, Peyğəmbər Əkrəmi təbrik eləyənlər çox keçmədi ki, Peyğəmbər hələ ölüm yatağında, xəstə yatağında olarkən bu hadisəni unutdular və o tarixdə baş verən məlum hadisələr baş verdi. Amma Maidə surəsi 3-cü ayəsinin nazil olan, daha doğrusu o hissəsi ki, bu hadisəyə aiddir, vəhiy şəklində Peyğəmbərə gəldi. Qədirxum xutbəsindən sonra buyurulur ki, Əl-yevm əkməltu ləkum dinikum və ətməmtu aleykum ni'məti və rəzitu ləkumul İslamə dinən. Baxın, burada mən ərz elədim, bu iki ayəni, Qədirxum hadisəsini danışmaqda biz məqsədimiz sırf Peyğəmbərin nigarançılığının nədən ibarət olduğudur. Qədirxum hadisəsini Allah nəsib eləsə, Qədirxum günü ərəfəsində tarixin izində verilişi geniş işarə eləyər. Amma burada biz bunu qısa olaraq qeyd edirik ki, Peyğəmbərin nigarançılığı özündən sonraki canişinlik, rəhbərlik məsələsidir. Çünki bu məsələ insanların da zehnində var idi. Bu məsələ müsəlmanların da dilində dolaşırdı. Çünki Peyğəmbər Əkrəmin ömrünün sonlarının yaxınlaşdığını o özü işarə eləmişdi. Hiccətül vida, Peyğəmbərin həccinin sonuncu, əslində ilk həcci idi, elə ilk və sonuncu həcci olduğunu bilirdilər insanlar və ikinci məsələ, üçüncü məsələ kimi fikirlərində dolaşırdı ki, Peyğəmbər Əkrəm əgər dünyadan gedirsə, əgər Peyğəmbər sonuncu vida həccini həyata keçirirsə, Peyğəmbərdən sonraki canişinlik məsələsi necə olacaq? Bu əslində zehinlərdə dolaşan bir fikrə cavab idi və Peyğəmbəri də nigarançılığı, bax, həmin o dediyimiz cahil insanların və eyni zamanda o münafiqlərin fitnəsindən idi. Bilirsiniz, cahil insan həmişə fitnəkarların, münafiqlərin, düşmənlərin əlində bir alət olub. Ona görə Peyğəmbər Əkrəm daim cahilliklə mübarizə apardı və mənim fikrimcə bugünə qədər də hələ ümmət arasında bu məsələ tam olaraq həll olmayıb. Bugün də biz elə həmin o cəhalətin ağrısını, acısını bir ümmət olaraq çəkirik. Peyğəmbər Əkrəm cahilliyin əleyhinə heç vaxt təbliğatını dayandırmadı. Ayələri, kəlamları buna işarədir və ən başlıca məsələ isə, bilirsiniz, insan da cahil olanda nə olar? Məsələ cahillikdə deyil. Cahillərin başqasının əlində vasitə olmasıdır. Cahil insanın yanlış düşüncəyə sahib olması və bu yanlış düşüncə ilə də digərlərinin əlində alətə çevrilməsidir. Bunun faciəsi burasındadır. Yəni, məsələ o cahilliyin faciəsi budur ki, o digər insanların əlində vasitəyə çevrilir. Xülasə-i kəlam, Qədirxum hadisəsindən sonra ayə-i şərifə nazil oldu. Əlbəttə, bu Maidə 3-cü ayənin bir hissəsidir. Baxın, indi bunun yeri deyil, bu özü də Quran elmlərinə aid olan bir məsələdir. Quran-ı Kərim ayələri, surələri
surələrin adları, bunlar hamısı Peyğəmbər Əkrəm tərəfindən müəyyən olub. O Qur'an-ı Kərim ki, doğrudur kitab şəklində sonradan yəni çap olunub, toplanıb, çap olunub, onlardan bizim işimiz yoxdur. Amma bu Qur'an-ı Kərim ki, bizim əlimizdə var və yer üzündə bundan başqa Qur'an-ı Kərim yoxdur. Qur'an-ı Kərimin ayələri, surələri, hətta surələrin adları nə varsa Peyğəmbər Əkrəm tərəfindən bu şəkildə müəyyən olunub. Siz bilirsiniz ki, əvvəl nazil olan ayələr Qur'an-ı Kərimin sonunda Ələq surəsindədir, sonda nazil olan 2 ayə Maidə surəsindədir, biri Maidə 3-cü ayədədir, biri Maidə 67-ci ayədir. Yəni bunun mənası budur ki, Peyğəmbər Əkrəm bu cür müəyyən edilib. Yəni ayələr ayə-ayə nazil olmayıb. Hər ayə vəhiy deyildi. Bəzən bir neçə dənə vəhiy bir ayədə toplaşıb. Baxın, bəzən bir vəhiyini Peyğəmbər bir neçə ayədə qeyd edib. Bəzən bir vəhiyini Peyğəmbər Əkrəm başqa bir vəhiylə ortasında qərar verib. Yəni bu Qur'an elmlərinə aid olan məsələlərdir və biz bunlara toxunmuruq. Yəni sadəcə deyirəm ki, Maidə surəsinin 3-cü ayəsinin bir hissəsi həmin o sonuncu Peyğəmbərə nazil olan vəhiydir. Və ki, Peyğəmbər Əkrəmin də ayənin də mənası budur ki, Əl-yevmə əkməltu lakum dinəkum, bugün, yəni Qədirxum hadisəsindən sonra nazil olan ayədir, yəni gələn vəhiydir ki, bundan sonra zahirən Peyğəmbərə vəhiy gəlmədi. Çünki dünyasını bir neçə gündən sonra, yəni təqribən 60 gündən sonra və yaxud da biraz da az gündən sonra Peyğəmbər dünyasını dəyişdi. Qədirxum hadisəsindən sonra nazil olan ayə bəlli edir ki, Peyğəmbər Əkrəmin nigarançılığı həmin Qədirxum xutbəsinin canı olan Mən kuntu Mövla və Hazə Əliyyün Mövla məsələsindədir ki, ayə-i şərifi ondan sonra gəlir və buyurur ki, bəli, artıq ondan öncəki ayəni bu təkmil edir. Buyurur ki, Əl-yevmə əkməltu lakum dinikum, bugün artıq, yəni Qədirxum günündə sizin dininiz kamil oldu və ətməmtu aleykum neməti, Allah buyurur, sizə nemətimi tamamladım və rəzitu lakumul İslamə dinən və artıq İslamı sizin üçün bir din olaraq qərar verdim. Yəni din sizin üçün tamamlandı. Dinin tamamlanması Qədirxum hadisəsi ilə olub, Peyğəmbərin də nigarançılığı baxın hələ bundan idi. Xülasə, əgər bugünkü söhbətimizi xülasə eləsək, Peyğəmbərin ömrünün sonlarında vida həccinə və o ərəfədə ondan başlayaraq əsas bir nigarançılığı vardı və o nigarançılıq dinin təməl məsələsi olan özündən sonraki canişinlik məsələsi idi və Peyğəmbər Əkrəm Məkkədən çıxarkən ona ayə nazil oldu və bu əmri çatdırmağa əmr elədi və Peyğəmbər Əkrəm Qədirxum adlı məntəqəyə çatanda hacılar hələ bir yerdə olduğu halda 100 min, 100 mindən artıq tarixlərdə var ki, həmin həcdə insan toplaşmışdı və onların qarşısında Peyğəmbər Əkrəm xutbə söylədi. O xutbənin hissələrinə əgər diqqət eləsək, Peyğəmbər Əkrəm daha çox xatırlatma idi. Orada əsas bir yeni mövzu var idi ki, həmin o yeni mövzu Əli əleyhissalamın özündən sonra, yəni Peyğəmbərdən sonraki canişin olması məsələsi idi ki, bundan da sonra Peyğəmbər Əkrəmə zahirən sonuncu vəhiy nazil oldu və bu zahirən sonuncu vəhiy idi. Bu ilə də Allah təbarək və Teala əvvəl bəlli oldu ki, elə Peyğəmbərin nigarançılığı öz canişinini təyin etmə məsələsindən idi ki, insanlardan ehtiyatlanırdı ki, onu qəbul eləməzlər və ya itaatsizlik edərlər və eyni zamanda həmin o vəhiydə Peyğəmbər Əkrəmin gətirdiyi dinin tamamlandığını xəbərini verdi. Bugünlük bura qədər. Allahın amanında olun. Allah daim yardımcınız olsun.